Təbii Bəli. ehtiyatlarını dedik. İqlimi. Haranım mən? Abşeron, Xızı. Rayon Hə, gedəcək. mən. Hə. Mənim yarımşəhər və qurutuyor iqlimidir. Bir də mülayim isti iqlim bu ərazidə əsas Biraz da olmaqda. soyuq Qışı iqlimdir. mülayim, yayı isti və qurudur. Aha. Yəni qışı mülayim keçən yarım səhra quru çöl iqlimi, bir də mülayim isti iqlim. Geniş yayılan Bəli, iqlim tipləri bəli. bunlardır. Yaxşı müəllim. Hı. Təbii ehtiyatlarını dedik. Keçdik. İqtisadiyyatda həm sənaye var, həm kənd təsərrüfatı, düzdürmü? Kənd təsərrüfatı var, Bir də bəli, bəli. xidmət də var. Yaxşı. Sənayedə də ağır da var, yüngül də var, yeyinti də var, düzdürmü? Bəli. Aydın. Neft hasilatı, neft İndi gəlin belə çıxması. deyək də müəllim. Hə, Mən böləyim də, çünki biz ağırı yüngüllə qarışdırmayalım. Ağırı ayrıca deyək, yüngülü ayrı deyək, yeyintini ayrı deyək. Yaxşı müəllim. Ağır sənaye sahələrini deyin görüm, hansılardır orada? mən neft qaz hasilatı, neft kimyası, kimya, bir də qara metallurji. Əlvan metallurgiya yoxdur orada. Əlvan metallurji. Sumqayıt alüminium zavodu bəs. Nədir müəllim? Hə, müəllim var. Bir də elektrotexnika var. Ayso. Elektroenergetika müəssisəsi var, yəni elektrik enerjisi istehsalı var orada. Bəli, müəllim. Sumqayıtda yerləşən istilik elektrik stansiyası var da burada. Başqa iqtisadi Bir də müəllim, Külək elektrik stansiyası var. Bir də yenə elə Sumqayıtda Güneş elektrik stansiyası var. Külək elektrik stansiyası harda yerləşir? Külək, müəllim, Yaşmada. Aysa, Xızı rayonunda Yaşmada yerləşir. Yeni Yaşma. Hə, Yaşma. Aysa. Bunlar ağır sənaye sahələridir. Yaxşı, yüngül sənaye sahələrindən nə var orada? Abşeron Xızıda yüngül sənaye. Aysa. Nəsə var? Yüngül olsa da onlar belə tikiş fabrikləri, bu da Sumqayıtda. Heç yoxdur da demək. Biz yüngül sənayedə Sumqayıtın, Abşeronun, Xızının adını çəkmirik. Demək, yüngül sənaye çox zəifdir. Aha. Əsas ağırdır, bir də yeyinti sənayesi. Ağırı dedik, yüngülü də keçdik. Yeyinti sənayesinin sahələri var orada. Mən burada konservləşdirilmiş təsərrüfat sahələri əsasən şəhər daxili komplekslər var. Yox, o kənd təsərrüfatı. Çaşdırma konserv yox. Müəllim, südlü, ətli, maldarlıq var. var. O kənd təsərrüfatıdır. Müəllim, o kənd təsərrüfatı. Yeyinti. Yeyinti sənayesi. Nədir orada? Hansı sahələr var yeyinti sənayesində? Müəllim, Sumqayıtda Tağıyev qəsəbəsində balıq emalı müəssisəsi var. Var. Şəhər, bölgədirsə mütləq çörək bişirmə müəssisələri var. Mən əksər yerlərdə Vəssalam, şirniyyatlı çörək bişirmə müəssisələridir. Balıq konservləri. Aysa, bax bunlar. Yeni sənayesinin əsas sahələri bunlar. İndi keçdik kənd təsərrüfatına. Kənd təsərrüfatının sahələri hansılardır? Mənim burada quşçuluq da var, qoyunçuluq da var. Aha. Maldarlıq da var. Südiyəti maldarlıq. Tərəvəzçilik. Aha. Bostançılıq da var. Aha. Quru su, tropik meyvəçilik də var. Aysa, kənd təsərrüfatının əsas sahələri budur. Ərazidən keçən nəqliyyat yolları hansılardır? Abşeron Xızı iqtisadi rayonunda Nəqliyyat yolu yoxdur orada, düzdür müəllim? Heç bir yol yoxdur. Yoxdur, müəllim. Cəmaət ora nə ilə gedəcək? Belə ki, mən oxumamışam, müəllim, ona görə qalır. Cəmaət ora nə ilə gedəcək? Yol yoxdursa, helikopterlə gedir. Elə yox, müəllim, o tanınmış magistral yollar. Müəllim, bəs Bakı-Dərbənd dəmir yolu hardan keçir ay müəllim? Bakı-Dərbənd dəmir yolu, Bakı-Quba avtomobil yolu, Rusiyaya gedən yollar hamısı hardan keçir? Bizim Rusiya ilə əlaqələrimiz oradan keçir, da müəllim? Hə, müəllim. Düzdür, müəllim. Tamam, müəllim. Yaxşı, bu iqtisadi rayondan Xəzərə çıxışı olan ərazilər hansılardır? Abşeron Xızıdan müəllim elə Sumqayıtı göstərə bilərik. Sumqayıtla Xızı rayonu. Sumqayıt və Xızı rayonları. Bəli, Xəzər rayonuna çıxışı olan iqtisadi ərazilərdir. Mənim əslində bu iqtisadi rayonun elə Bakı iqtisadi rayonuna qonşu olması da bunun iqtisadiyyatında öz təsirini göstərir. Əlbəttə, Rusiyaya gedən yolların üzərində olması, qoşuluq mövqeyi, bunlar hamısı iqtisadi coğrafi mövqeyin əlverişli cəhətləridir. Yaxşı. Bəli. Təşəkkür, çox sağ olun. Siz sağ olun. Getdik. Nisə xanım. Bəli, müəllim. Siz Quba Xaçmaz zonasındansınız da elə.
Bəli. Onda siz mənə Şəki Zaqatala haqqında məlumat. Yaxşı, birinci başlayaq Şəki Zaqatala. Yox, mən sizdən Quba Xaçmazı soruşanlar var. Bilirsiniz onları. Tamam. Nə təri? Quba Xaçmazı baxmıram, tanımıram onu da. Həqiqi. Yaxşı, müəllim. Onda belə deyək. Quba Xaçmaz İqtisadi rayonunun siz mənə ərazisi vahidlərini deyin. Tərkibinə daxil olan ərazi vahidləri. Bölgə mənim ərazi vahidlərim. Yəni hansı rayonlarda ərazi vahidləri deyəndə rayonlar özəl. Xaçmaz, Şabran, bir də Siyəzən. Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba. Düzdürmü? Hə. Hansı rayonlardır ki, Xəzərə çıxışı yoxdur? Quba ilə Qusarın. Hansı rayonlardır ki, qocalar demiş, Ursiyyətlə sərhəddi var? Qusarın Xaçmazı. Ay sağ ol. Hətta sərhəd keçid məntəqələri də orada yerləşir, düzdürmü? Bəli. Yaxşı, iqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri. Bu cəhətləri mənim Quba, Bakı Dərbənd dəmir yolunun buradan keçməsi, Bakı-Quba yolunun bu əraziyə aid olması, Düzdür. Bir də Xəzər sahilinin Xəzərə çıxış olması. Əla. Yaxşı. Bakı Dərbənd dəmir yolu xəttindən ayrılan qol hansıdır orada? Ayrılan qol? Bəli. Ayrılır bəyəm, mən ayrılmıram. Niyə müəllim təzə açıldı biri? Bilmirəm ki mənim. Niyə? Siz hansı rayonunda yaşayırsınız siz orada? Qubada. Quba. Özdə Siz dəmir yolundan ayrılır. Bakı Dərbənd dəmir yolu xəttindən bir dənə qol ayrılır. Xaçmaz Qusar dəmir yolu xətti. Mən Xaçmazdan Qusara dəmir yolu getmir. Dəqiq? Getmir mən görməmişəm. Düz deyirsiniz, getmir. Dedim, yəqin deyəcəksiniz. Keçən dəfə hansısa biri deyir ki, bəli müəllim, çəkilir. Yalandan deyirəm ki, Xaçmaz Qusar dəmir yolu xətti, bəli müəllim. Deyirəm, hara Şax dağa çəkib də, dağa deyir, bəli müəllim. Dağın başında dəmir yolu var. Magistral yol deyirsən, pullu yol açılmalı. Yox, o heç. O magistral Bakı Quba yolu heç. O pul ödənişli yol ayrıdır. Hə, elə bildim mən dəmir yolu yox. Yox, dəmir yolu bir dənə Bakı Dərbənd dəmir yolu. Relyef imkan vermir axı ona. Bəli. Tamam. Keçdik müəllim təbii sərvətlərinə. Təbii ehtiyatlarına. Nisa xanım, bircə dəqiqə, çox üzr istəyirəm. Pauza verirəm, vaxtınızı saxlayın. Səssiz exo verir. Bir dənə çıxış verib qayıdın təzədən. Yaxşı mən. Yəqin sizə zəh gəldi, ona görə elə. Eşidirsiniz? Bəli, mənim. Hə, bax indi normal. Bəli, bəli. Adətən zəh gələndə heyv olur, yəqin zəh gəlirsə. Tamam. Getdik müəllim. Deyin görün müəllim mənə iqtisadi rayonun təbii ehtiyatları hansılardır? Burada mənim Siyəzəndən neft və təbii qaz ehtiyatı var. Daha sonra qum, çınqıldır, gildir, mineral sulardır, meşədir, aqroiqlim ehtiyatı. Yanar faydalı qazıntılardan başqa bir dənəsi də var. Yanar şis var mənim burada. Aferin sizə. Əla. Bunlar təbii ehtiyat. Sonra başqa hansı təbii ehtiyatlar var müəllim? Fırlatmayın. Balneoloji ehtiyatlar var, aqroiqlim ehtiyatı var. Meşə, mineral sular. Onu dedim də Dediniz? Hə, tamam, eşitmədim. Tamam. Bunlar təbii ehtiyatlardır. Müəllim, iqlim şəraiti. Hansı iqlim tipləri var ərazidə? Burada qışın mülayim keçən yarım səhra quru çöl iqlimi var. Daha sonra mülayim isti iqlim var. Sonra soyuq iqlim var. Bir də tundra iqlim var. Mülayim isti iqlimin hansı tiplərini görə bilərik biz orada? Yağıntıları bərabər paylanan, bir də ki müəyyən qədər yayı qışı quraq keçən mülayim isti iqlim də var da, bir qədər, müəyyən qədər var. Bəs soyuq iqlimin hansı tipləri var? Bütün fəsillərdə o yağıntılar. Yox, qışı quraq keçən soyuq. Yan silsilə, yan silsilərinə Böyük Qafqazın Şimal-Şərq yamacı və yan silsilə. Deyək düşür də, Quba Qusar tərəfə düşür. Hə, qışı quraq keçən soyuq iqlim. Tamamən. Yaxşı, getdik, bunlar bildik. İqtisadiyyatda əsas yeri nə təşkil edir? Belə deyək də, sənaye və kənd təsərrüfatı, düzdürmü?
Amma xidmət zəifdir. Bütün bu bir dənə Bakıda da xidmət yüksək. Qalan bölgələrdə xidmət sahələri zəifdir. Deməli, kənd təsərrüfatından yeyinti sənaye, üzr istəyirəm, sənaye sahəsidir. Sənayenin hansı sahələri var orada? Sənayenin yeyinti sənayesi var burada. Aha. Sonra neft qaz hasilatı var, hasilat sənayesi deyə Yox, bilərik. tələsməyin. Yeyinti sənayesi var. Daha doğrusu yüngül var, yeyinti var, bir də ağır var. Ağır sənayesi. Ayşə. Gəlin ağır sənaye sahələrini deyək. Hansı ağır sənaye sahələrini tanıyırıq? Burada mənim siyazəndə neft qaz hasilatı var idi. Daha Aha. sonra Xaçmazda olan modul tipli İES-lər, Aha. daha sonra Qubada elektrotexnika, Xaçmazda da metal tullantılarının emalı müəssisəsi var Ayşə, idi. Qubada və Xaçmazda modul tipli İES. Qubada elektrotexnika, Xaçmazda metal tullantıları əsasında metallurgiya müəssisəsi. Bir dənə də qaldı ağır sənaye sahəsindən. Demədiniz. Onu da deyin. Hansı? Şabranda o taxta körpü ses. Hə, Şabranda taxta körpü. Mən o ağır deyil axı. Nətəri? O ağırdır. Su elektrik stansiyası elektroenergetik ayət deyilmədi? Bəli. Elektroenergetikaya aidsə, hə, düzdür. Təbii ki, elektroenergetika ağır sənaye sahəsidir. Düzdür müəllim? Getdi mənim. Tamam. Təşəkkürlər müəllim. Çox sağ olun. Sağ olun mənim. Tamam. Getdik. Davam edirik. Zülfiyə xanım dinləyicidir. Aysel Həsənova. Aysel xanım da dinləyicidir. Mənim. Yox, mənim buradayam. Hazırlıq başlayaq. Deməli, Quba Xaçmazın ağır sənaye sahələrini dedik, düzdürmü? İndi yüngül sənaye sahələrini deyək. Hansı yüngül sənaye sahələrinə var? Xalçaçılıqdır. Qubada, Xaçmazda, Qusarda xalçaçılıq inkişaf edibdir. Başqa? Yüngül sənayədə. Ayaqqabı istehsalı var mı? Yoxdur. PDF-də yox idi. Bir dənə də məndə var orada. Xalçaçılıq var. Düzdürmü? Xalçaçılıq. Asıl. Bəli. Vəssalam. Orada nə toxuculuqdan bir xalça toxuma var, pamıq parça toxuma yoxdur, ipək parça toxuma yoxdur, nə bilim kətan parça yoxdur, ayaqqabı yoxdur, tikiş yoxdur. Düzdür müəllim? Bunlar bir dənə xalçaçılıq. Keçdik qida sənayesinə. Yeyinti sənayesindən nə var orada? Yeyinti sənayesində meyvə tərəvəz konservləri var. Sonra Xaçmazda balıq müəssisələri var. Bir də fındıq təmizləmə müəssisəsi var. Xaçmazın Xudaç şəhərində fındıq təmizləmə müəssisəsi var. Sonra yeyintidən taxıl məhsulu, un üyütmə var, taxıl məhsulları istehsalı var. O da Xaçmazdaydı. Sonra nə var idi? Orada un üyütmə var. Meyvə tərəvəz konservləri ən böyük. Onu dedim də mən. Sonra balıq konserv zavodu var. Onu da dedim. Sonra Xudaqdadır. Fındıq təmizləmə var. Başqa nə var? Şərab. Xaçmazda da taxıl müəssisələri var. Taxıl müəssisələri var. Bir də bunlar. Başqa var orada? Yoxdur məncə. Yoxdur. Tamam. Keçdik bəs sənayedən bitdik. Keçdik kənd təsərrüfatına. Kənd təsərrüfatından hansı sahələr var? Meyvəçilikdə tumlu meyvəçilikdir. Bir də tərəvəzçilikdə isə gecə yetişən tərəvəzçiliyi inkişaf edibdir. Başqa? Burada sonra kənd təsərrüfatlı heyvandarlıqda quşçuluq inkişaf edibdir. Maldarlığın züddiyyətli istiqamətli maldarlıq inkişaf edibdir. Bir də qoyunçuluq, dağlıqda hissələrdə qoyunçuluq inkişaf edibdir. Hətta arıçılıq da var müəyyən qədər. Hə, dağlıq hissələrdə. Burada Qusarda kartof əkilir, kartof əkinlər gedir. Bir də bütün rayonlarda taxıl əkilir. Taxıl. Taxılçılıq və üzümçülük. Rayonun əsas nə idi? Kənd təsərrüfatı sahələri. Əla. İqtisadi rayon ərazisindən keçən nəqliyyat yolları hansılar idi? Bakı, Dərbənd dəmir yolu, bir də Bakı-Quba avtomobil yolu. Afərin sizə. Tamam. Quba Xaçmazdan bitdik. Görürsünüz müəllim, sistemli şəkildə belə ardıcıl gedəndə rahat yadda qalır. Keçdik Şəki-Zaqatalıya. Şəki-Zaqatalı iqtisadi rayonun sahəsinə görə iqtisadi rayon ölkədə neçəncidir? Deməli, sahəsinə görə birinci Qarabağ iqtisadi rayonunda, ikinci Şəki-Zaqatalıdır, üçüncü Şərqi Zəngəzurdur. Aha, əla. Üç dənə görə. İndi. Dördüncü Qazaxstan. İndi bax müəllim, Şəki-Zaqatalının tərkibinə daxil olan
rayon və şəhərlər hansılar? Qəbələ, elə bir cənubdan başlayıb Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala. Yox, Zaqatala, Balakən. Sonra siz aşağıdan yuxarı öyrənmisiniz də fərqi yox. Hə. Necə sizə rahat. Fərqi yox, yuxarıdan aşağıdan. Nə fərqi var müəllim? Həmən şey. İndi müəllim, bax Şəki Zaqatala iqtisadi rayonunun hansı inzibati rayonlardır ki, iki ölkə ilə həmsərhəddir? Demək, Balakən, Zaqatala, Qax həm Gürcüstandan, həm Rusiya ilə. Amma Şəki, Oğuz, Qəbələ sadəcə Rusiya ilə. Aferin sizə. Respublika əhəmiyyətli şəhəri hansıdır? Şəki şəhəri. Aysa. Quba Xaçmaz iqtisadi rayonunun milli tərkibini soruşmadım. Qarışıqdır yoxsa yeşcinsdir? Yox, qarışıqdır mənim. Bəs Şəki Zaqatalada Burada qarışıqdır, rəngarəngdir. hansı etnik birliklər var? Demək, ləzgilər var, saxurlar var, sonra avarlar var, udinlər var. Gürcülər var. Sonra bir də Gürcülər var bir də, hə. Əla. Saxurlar Zaqataladadır, udinlər əsasən Qəbələdədir, Oğuzdadır. Gürcülər Zaqataladaydı. Şəkidə, Qəbələdə ləzgilər idi, Qaxda avarlar idi. Aysa. Var. Tamam. Təşəkkür müəllim. Çox sağ olun. Sonra Tamara xanım. Bəli, bəli. Hazırıq. Bəli. İndi Şəki Zaqatala iqtisadi rayonunun təbii ehtiyatlarını deyin siz mənə. Polimetal filizlər var idi. Filiz çay, katef çay, manzil çay, bir də ki kastağ idi. Xastağıdır. Qum, sonra gips, gil, çınqıl, meşələri var idi. Su, torpaq, mineral bulaqları. Aysa, aqro iqlim ehtiyatları və s. Tamam. Bunlar rayonun təbii ehtiyatlarıdır. Yaxşı müəllim. Bəli. İqlim şəraiti. Hansı iqlim tipləri hakimdir? Burada mən qışın mülayim keçən iqlim. Qışın mülayim keçən nə? Yarım səhra demək istəyirsiniz yəni. Bəli, qışın mülayim keçən, yayı isti, quraq keçən yarım səhra quru çöl iqlimi idi. Daha sonra mülayim isti iqlim var idi. Dağlıq ərazilərdə dağ tundra və soyuq iqlim. Soyuq, sonra dağ tundra iqlim. Soyuq iqlim və daha sonra dağ tundra. Əla. İqlimin nə dedik? İqtisadi coğrafi mövqeyinin əlverişli cəhətləri hansılardır? Əlverişli cəhətləri mən Baş Qafqazda yerləşən Baş Qafqaz silsiləsindən keçməsi və onun qonşu Rusiya ilə həmfərq Elə olması. Rusiya ilə sərhədlərinin Baş Qafqazdan keçməsi əslində əlverişsizdir. Bəli, yaradır. Əlverişli cəhəti birbaşa keçid keçənmirdir. olmur da. Bəli, amma ki onun elə əlverişli mövqeyi də Rusiya ilə Gürcüstanla həmsərhəd olmasıdır. Asıl. Gürcüstana gedən yolların üzərində yerləşməsidir. Bəli. Əla. Yaxşı müəllim. Deyin görün mənə təsərrüfatda əsas yeri hansılar təşkil edir? Hansı sahələr? Təsərrüfatda yüngül və qida sənayesi. Yəni gəlin belə deyək də, sənaye və kənd təsərrüfatı üstünlükdür, düzdürmü? Sənaye və kənd təsərrüfatı. Bəs sənayedən hansı sahələr daha çox inkişaf edir? Yəni ki, qida sənayesində. Ümumiyyətlə sənayedə qida sənayesi var. Yüngül var orada. Bəli, mən yüngül. Yüngül də var, yeyinti də var. Şəki şəhəri idi, orada ipəkçilik daha çox inkişaf etmişdi. Burada ipək kombinatı yaradılmışdı. Düzdür. Deməli, yüngül sənaye var. İpək parçalar, pərdələr, çalarlar burada hazırlanır. Deməli, yüngül sənaye var. Yeyinti sənayesi də var, düzdürmü? Bəs ağır sənaye sahəsi var orada? Ağır sənayesi, mən təbii ehtiyatla polimetal varsa ağır sənayesi. Yox, o çıxarılmır. Sadəcə qalır, ehtiyat. Ağır sənaye sahəsindən orada nə var? Yoxdur. Niyə yoxdur mənim? Şəkidə modul tipli ES var. Bəli, Şəkidə modul tipli ES var. Sonra Balakənlə Zaqatalada ağac əməli məsələləri var, düzdür. Sonra nə var orada? Balakəndə və Oğuzda kiçik demək, ağır sənaye sahəsində elektroenergetikaya aiddir. Yaxşımı? Əla. Bunlar belə. Ağır sənaye sahələrindən bu. Yüngül də dediniz ki, ipəkçilikdir. Başqa bir ipək kombinatı şəkli. Bəs qida sənayesində hansı sahələr var?
Qida sənayesində meyvə tərəvəz konservləri var idi. Bu Qaxda, Qəbələdə və Balakəndə idi. Şirniyyat Şəkidə idi. Şərabçılıq Qəbələdə və Şəkidə. Bütün fermentləmə Balakəndə, Zaqatalada, Qəbələdə və Şəkidə. Sorosunda təmizlənmə Zaqatala idi, Qızılgül Zaqatala idi. Bir də ət süd məhsulları Şəki idi. Təbii ki, ət süd məhsulları şəhərdə, supermarket şəhərdə olacaq. Bir də çörək bişirmə. Çörək bişirmə. Hə. Çörək bişirmə də hər yerdə var da, çörək bişirmə hər yerdə var. Bizdə əyani qrupda bir iştirakçı vardı. Yeniçi sənayesi deyən kimi deyirdi ki, çörək bişirmə makaron. Çörək bişirmə makaron. İndi sizdə çörək bişirmə ilə makaron mütləqdir. Yaxşı müəllim. Ağrı dedik, yüngül dedik, yenitin dedik. Keçdik kənd təsərrüfatına. Kənd təsərrüfatının sahələri. Kənd təsərrüfatında da əsasən bildiyimiz kimi qoz, fındıqdır, bu da qəzəyli meyvəçilikdir. Sonra tütünçülük idi, dəmiyə və suvarılan sahələrdə taxılçılıq, xüsusən də burada şimalda bildiyimiz kimi yazılı taxılçılıq idi. Burada dəmiyə əkinçiliyi əsasən dağlıq ərazilərdə, amma suvarma dağətəyi ərazilərdə müşahidə olunurdu. Afərin. Sonra nə var orada? Maldarlıq və baramaçılıq da vardı, dağlıq ərazilərdə idi bunlar. Arıçılıq, maldarlıq, baramaçılıq. Baramaçılıq Şəkidə idi deyəsən baramaçılıq. İpəkçilikdir də elə o zonadan, düzdür. Bəli, çünki ipəkçilik elə orada bir də mənim orada qızılgül əkinləri var. Sonra orada var nə xınagül əkili. Qızılgül plantasiyaları var orada. Qızılgülün yağının alınmasına görə qiymətli məhsul kimi hesab olunurdu. Xarici satışa çıxarlar. Sonra orada nə var kənd təsərrüfatından? Qərzəhli meyvələr dedik, tütün dedik, qarğıdalı var, çəltik var, çay var. Bəli. Bunlar hamısı bizdə. Qoyunçuluq var idi. Bir də qoyunçuluq düzdür. Təşəkkürlər. Qoyunçuluq həm yerdə, həm də dış atlamlarına imkan yerdə. Bir də qoyunçuluq mütləq etsin. Düzdür. Təşəkkürlər xanım, çox sağ olun. Sağ olun. Elmlər müəllim. Bəli, müəllim, axşamınız. Axşamınız xeyir. Hazırıq. Bəli. Aha, Şəki Zaqatalada bitdi müəllim. Qalmadı ki nəsə. Bəli, müəllim. Ərazidən keçən dəmir və avtomobil yolunda deyin zəhmət olmasa. Mən Yevlax Balakən var idi. Yolda eyni zamanda da bu paralel olaraq dəmir yolu. O dəmir yolu xətti elektriklidir yoxsa elektriksizdir? Məncə elektrikli. Elektrikləşdirildi müəllim. Mən səsləməncə mən Balakəndən tanıdığım var, belə deyim, dostumlar yaxınlarda gəlmiş. Geri artıq elektrikləşdirildi. Bax son 2 il ya 3 il bundan qabaqdan getmişdim Şəkiyə. Onda elektriksiz idi. Qazın da götürsün. Hə. Bilmə Fatih. Qazın da götürsün. Bir dəqiqə üzü istəməli. Bizə deyil, bu şaxayı çıxarım ben. Hadi. Çıxın. Hadi siz git, ben siz git. Ben sağ üzümü sayın. Hə. Hə, deməli elektrikləşdirilir bunda. Yəqin təzəliklə elektrikləşdirilir. Çünki mən axırıncı səfər gedəndə mən səfərləmsə də bir şey yardımcı qaldı. Hə, mən axırıncı səfər gedəndə elektriksiz idi, ona görə deyirəm. Tamam müəllim. Getdik, buradan bitdik. Keçdik Dağlıq Şirvana. Buyurun müəllim, tərkibinə daxil olan ərazi vahidlərini deyin. 4 dənə rayon var, İsmaildir, Şamaxıdır, Ağsudun və Qobustandır. Qobustandır. İqtisadi coğrafi mövqeyin əlverişsiz cəhəti nədir müəllim? Əlverişsiz cəhəti olaraq xarici ölkədə və Xəzərə çıxışı yoxdur. Əla. Nisbətən daha yoxdur. Aha. Bəs əlverişli cəhəti? Əlverişli cəhəti mən Bakıya, paytaxta yaxın olmalı. Bir də Bakı-Qazax yolunun Şamaxı hissəsi buradan keçir. Bilirsiniz, Şamaxı Ağsu yolu var, ha? Şamaxıdan. Bəs nə Bakı-Qazax yolu Şamaxıdan keçir axı. Yox, Bakı-Qazax yolunun Şamaxı qolu var. Niyə müəllim? Bakıdan gedirsiniz Müşfiq qəsəbəsi, oradan Qobustan rayonu, Şamaxı, Qobustan, Ağsu, Perval yoxdur mənim, Ağsu Pervalı deyirlər, aşırma yolda. Getmişəm o yolu mən. Hə, tamam mənim, bunu bildik. Təbii sərvətlərindən nəyi var mənim? Təbii sərvətlərindən yanaşı zat var burada, xüsusilə daha çox yanaşı hissində, bir də tikinti materiallarına məşhurdur. Yəni, yanar qazıntılara nefti, qazlı və yaxud da ki... Neft var mənim, Qobustan tərəfdə neft var. Hə, düzdür, sən Qobustan. Qobustan tərəfdə neft var, İsmailli Qobustanda yanaş hiss var.
meşə ehtiyatlarıdır, torpaqdır, aqroiqlimdir, mineral sulardır, babullardır. Düzdürmü? Əla. İqlimi nədir müəllim? Mən orada var nə var? Aşağı tərəflər düşür, 4 dişi bulan keçən yarım səhraya düşür. Keçməli bir şey var orada. Mülayim istiqlim var. Mülayim istiqlim var. Bir də soyuq bir də dağ tundra. Dağ tundra. Düzdür. Düzdür, var. İsmaili bölgədə düşürsən. İsmailli Babadağ 3600-dür müəllim, Babadağ. Düşür, təbii ki, az bir sahədə. Bəli, Şamaxı da düşür. az bir hissəsi düşür müəllim. Yuxarılaq zirvə hissələri düşür. Tamam müəllim. Bunu bildik. İqlimini dedik. Keçdik müəllim. Təsərrüfatda əsas yerinə təşkil edir. Təsərrüfatda xüsusilə heyvandarlıq var. Çünki ərazi Həm kənddə, müəllim, sənaye sahələri, belə deyək də, sənaye və kənd təsərrüfatı. Həmən sənaye belə deyək, kənd təsərrüfatında bizə daha çox. Ağaçdır. Daha çox kənd təsərrüfatı inkişaf edir. Bir də heyvandarlıqdır, bir də hər yerdə olduğu kimi taxılçılıq. Taxılçılıq, üzümçülük, kartofçuluq da var müəllim. Hə, kartofçuluq. Tamam, müəllim. Bəs sənayedən hansı sahələr var? Ağır sənaye sahəsi var orada. Yox, ağır sənaye sahəsi yox. Dəqiq. Orada yox. Məncə var. Bizim Balakəndə dedik, Oğuz, Qəbələ, Göyçay, İsmaillidə kiçik ses yoxdur müəllim. Demişdik İsmaillidə biz kiçik ses. Yox deməmişdik, Göyçay demişdik. Göyçay var, Göyçay bir var. O heç. Amma İsmailli yoxdur, düz deyirsən. Müəllim, İsmailli var idi. Bir dənə PDF-ə baxa bilərsiniz. Mən unutdum. Balakəndə, Balakən 1, Oğuz, Göyçay, məncə İsmailli var idi. Mən bilən var. Bu hansı mövzuda olacaqdır? O Azərbaycanın bilirsiniz hansı mövzusunda? Daxil suların verəni. Son barları. Mən bilən Göyçay, Balakən 1, Oğuz, İsmailli. Mən bilən İsmailli də var. Unutdum mən bir səhv etmirəmsə var. Aşıq Bayramlı Yox, o su anbarıdır. Su elektrik stansiyasından gedir söhbət. Kiçik ölçülü su seslərdən gedir. Balakəndə Balakən 1. Mənim yadımda qalıb ki, İsmaildə olmalıdır. Deyirəm də var. Balakən 1, Oğuz, Göyçay, İsmailli 1 olmalıdır. Bəli. Göyçay 1, İsmailli 1. Göyçay, İsmailli olmalıdır səhv etmirəmsə. Tamam mənim. Hə, digər iştirakçılardan mənimlə Azərbaycan su anbarları mövzusuna bir dənə baxın, orada olmalıdır. Biz suallarımızı davam edək, müəllimlərdən kimsə baxar bilər. Rəşad müəllim, zəhmət olmasa vaxt varsa bir dənə baxın. var mənim orada. Hə. Var İsmailli çıxdı. Mənim var. Hə, deyirəm var İsmailli. Amma mən onu PDF-ə daxil eləməmişəm, gərək onu daxil eləyəm. İsmaillidə kiçik ses. Daxil. Yaxşı, mən ağır sənaye sahəsindən başqa hansı sahələr var orada? Elektroenergetikanı dedik, İsmailli kiçik ses. Hə, ondan sonra mən güclü sənaye və yeni sənaye. Yox, mən ağır sənaye sahəsi qaldı orada. Başqa var demədiniz. Bu məsələn, tutalım ki, avtomobil qayırma zadları alsın. Əlbəttə ki, maşın qayırma sənayesində bir ağır deməkdir ki. Avtomobildir, ondan sonra kondisioner səhvələri. Ay, sağ ol. Düzdür. Bir də var, soyuducu da var. Soyuducu kondisioner avtomobil istehsalı var idi. Tamam. Düzdür. Yüngül sənaye ağırı dedik. Yüngüldə nə var orada? Yüngüldən daha sonra təhqiqlə məşğul. Düzdür. Basqal, Şamaxı təhqiqi daha çox. Xalçaçılıqda Şamaxıda daha çox var, İsmaildə var. Toxucu, xalçaçılıqla ipəkçilik. Afərin. Bəs yeyinti sənayesində nə var? Mən yeyinti yəqin ki, çox deyə şərabdır. Mütləq. Sonra makaron. Onlar da heç, onlar da hər yerdə. Sonra bişirmədir. Şərabçılıqdır. Düzdür, bunlardır. Tamam. Təşəkkür edirəm müəllim. Çox sağ olun. Sonra Elmdar müəllim zəmin. Afət Sayeva. Bəli. Hazırıq. Bəli. Başladıq. Müəllim, yeyinti sənayesini dedik. Kənd təsərrüfatının hansı sahələri var? Dağlıq Şirvan. Kənd təsərrüfatının taxılçılığı var idi, üzümçülük, bir də heyvandarlıq əsasən. Kartofçuluq da var müəllim. Dağlıq Şirvan iqtisadi coğrafi rayonunda pambıqçılıq təsərrüfatı inkişaf etmişdir. Sözünü düzgün götürərsiniz, yoxsa yanlış götürərsiniz? Pambıq var əslində, hansı Ağsuda etdiyəsən. Ay sağ ol. Ağsunun harasında? Düzənliklər. Ağsun düzənlikləri müəllim.
Ağsunun düzənliklərində. Yadınızdadır, Ağsuda keçmişdik biz pambıqçıları. Dedik ki, pambıqçı Ağsuda var. Yaxşı müəllim, eşidirsiniz? Ərazidən keçən nəqliyyat yollarını dedikdir. Bunu bildik. İndi keçdik nəyə? Böyük Qafqazda qalmadı burada nəsə. Bəs turizm sahələri hansılardır müəllim? Turizm miqrasiya Şamaxıda olar, bir də İsmayıllıda. Ağır sənayesi, deməli, harada dediniz? Şamaxı və İsmayıllı arasında turizm sənayesi. Turizm sənayesi, ay sağ ol. Yaxşı, deyin görün mənə Qazax Tovuz İqtisadi rayonu haqqında məlumat verin. Deməli, Qazax Tovuz İqtisadi rayonu Kiçik Qafqaz Təbii İqtisadi Vilayətində yerləşir. Sahəsi 7 nöqtə nə qədər idi? Əhalisi də 600 min nəfərdən çox idi. Sahəsinə görə 4-cü yerdə idi. Bir də milli tərkibinə görə yekcənsildir. Ərazisini daxil edir Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncəbəy. Buradan Qazaxdır, Ağstafadır, Tovuzdur. İki ölkənin həm sərhəddir, Gürcüstan, Ermənistanla. Gəncəbəy bir ölkənəndir, Ermənistan. Şəmkir isə heç birini. Qazax, Ağstafa, Tovuz iki ölkə ilə, Gürcüstan və Ermənistan, düzdürmü? Gədəbəy bir ölkə, düzdür? Ermənistan. Ermənistan. Bəs orada Şəmkir isə sərhədi yoxdur da? Sərhəd Yoxdur. Yaxşı, bu inzibati rayonlardan hansılar Kürün hər iki sahilinə düşür? Kürün hər iki sahilinə Qazax düşür, təxminən. Yox. Qazax düşmür. Ağstafa düşür. Ağstafa, sonra Tovuz, bir də Şəmkir. Şəmkir. Ağstafa, Tovuz, Şəmkir Kürün hər iki sahilinə düşür. Yes, bunu bildik. Bəs Kürün sağ sahilində qalan yeganə bir dənə rayon hansıdır? Sahil Gədəbəy. Qazax. Qazaxın sərhədi Ermənistanla başlayır, gedir Kürə dirənir. Kürün o tərəfinə keçmir. Başa düşdünüz müəllim? Deməli, Kürün sağında qalan Qazaxdır. Amma Kürlə heç yaxınlığı olmayan isə bir dənə haradır? Gədəbəy rayonudur. Afərin. Keçdik müəllim. Tərkibini bildik, budur. Tərkibi bu. Respublika əhəmiyyətli şəhər var? Yoxdur. Yaxşı müəllim. İndi keçək nəyə? İqtisadi rayon təbii ehtiyatlarında nə var? Təbii ehtiyatlarına görə deməli, var idi, qızıl, sonra əhəng daşıdır, sement xammalıdır, başqa meşələri var idi, ağ iqlim ehtiyatları, əhəng daşı var idi. Sonra mis qızıl var, sonra bentonik kili, əqiq, sonra nə var orada? Seolit, sement, Tovuzda, əhəng daşı, Tovuzda. Bunlar nədir? Təbii ehtiyatlar, düzdürmü? Alo. Getdi. Müəllim, səsim gəlir? Bəli, mən internet seçmişdim. Hə, eşidirsiniz müəllim? Gəlir müəllim. Hə, eşidirsiniz Afət xanım? Bəli, müəllim. Hə, tamam. Əhəng daşı, sementdir, seolit kilidir. Bunlar var, düzdür? İqlimi hansı iqlim tipləridir? Deməli, qışın mülayim keçən, yay quraq olan yarım səhra və quru çöl var idi. Bir də ki, mülayim istidən soyuq. Mülayim isti iqlim, bir də? Deməli, qışın mülayim keçən yarım səhra, mülayim isti iqlim, bir də soyuq. Dağ tundra var orada? Yox. İqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri nədir mənim? Elə bir ki, bu iqtisadi rayon arasında Qaradəniz limanlarına gedən elə bir ki, nəqliyyat kommunikasiya xəttləri keçir. Aha, deməli, Azərbaycanı Gürcüstanla, Avropa ilə, Türkiyə ilə birləşdən nəqliyyat kommunikasiya xəttlərinin üzərində yerləşməsidir, düzdürmü? Tamam. Bir dənə də sual verim. Ərazidən hansı dəmir yolu, avtomobil yolu xəttləri keçir? Bakı-Tbilisi dəmir yolu var idi. Sonra o Bakı-Tbilisi də deyə bilər ona. Bakı-Tbilisi Qars da deyə bilər. Çünki Qarsa qədər uzandı axı. Aha. Sonra avtomobillərdən var idi. Bakı-Qazax avtomobil magistralı var. Sonra başqa neft kəmərləri var idi. Bakı-Sursa neft kəməri, Bakı-Ceyhan. Neft kəməri, Bakı-Tbilisi, Ərzurum və Tanap qaz kəmərləri.
Təşəkkürlər. Çox sağ olun. Sonra Səfinaz müəllim sual verəcəkdim sizə. Hə. Səfinaz müəllim, deməli iqtisadi coğrafi mövqeyin əlverişli cəhətlərini dedik. Düzdürmü? Müəllim, səsiz uzaqdan gəlir. Bəli, müəllim. Hə. Eşidirsiniz? İndi keçdik təbii ehtiyat. İqtisadiyyatda əsas yeri nə təşkil edir müəllim? Qazaq toplusuna getmiş söhbət müəllim. Bəli, bəli. İqtisadiyyatında demək olar ki, ən çox burada müəllim sənaye, şərabçılıq, Gəlin belə edək də. Sənaye var müəllim. Bəli, Kənd təsərrüfatı var. bəli. Asıl. Deməli iqtisadiyyatda əsas yeri nə təşkil edir? Sənaye ilə kənd təsərrüfatı. Sənayedən ağır var orada. Bəli, müəllim, Gədəbəydə dağ mədən Soruşacağam müəllim, tələsməyin. Ağır var, Bəli, yüngül var, bəli, yeyinti var. bəli. Tamam, başladıq ağırdan. İndi deyin görün mənə iqtisadi rayonun ağır sənaye sahələri hansılardır? Yəni burada ağır sənaye sahələrinin Gədəbəy rayonunda dağ mədən sənayesi yaxşı inkişaf etmiş. Asıl, mis qızıl emal zavodu. Emalı məmulatlar var, Əla. yaxşı inkişaf etmiş. Başqa, Sonra əlvan metallurgiya, əlva metallurgiya, əlva metallurgiya elə o Gədəbəydə olan mis qızıl emalıdır da müəllim. əlvan metallurgiya, tikinti materialları, Yox müəllim. Tikinti sənayesi, əlva metallurgiya sənayesini dedik. Gədəbəydə mis qızıl, mis də qızıl, ikisi də əlva metaldır, düzdürmü? Bunların Bəli, bəli. emalı elə əlva metallurgiya gedir. Bunu bildik. Aha. Əlva metallurgiyadan budur. İndi başlayaq müəllim. Orada başqa kimya sənayesi var, ağır sənaye sahələri. Fikirləşək. Kimya sənayesi, Bəli. Yoxdur. Kimya demişdik indiyə kimi orada. Kimya sənayesinin adını çəkəndə oran müəllim, xeyr, Asıl. müəllim. Demək xeyr. kimya sənayesi yoxdur. Bəs yaxşı orada tikinti sənayesi var orada müəllim. Tikinti materialları var. Sənayesi yoxdur müəllim. Müəllim, Zəyəndə Sement zavodu zadı var, müəllim. Orada sement zavodu zadı var. var. Ayşə, tikinti sənayesi var. Üstə gəldə müəllim. Bəli. Zəyəndə daş karxanaları var müəllim. Niyə orada Daş karxanası var, bəli, mişar daşı. mişar karxanası daşı, var. ağır sənaye sahəsində müəllim. Şəmkirdə sement zavodu var. Vəssalam, Ayşə, görürsüz ağır sənaye sahələri. Düzdür müəllim? Yaxşı. Bəli, müəllim. Elektroenergetika sənayesindən nə var orada? Şəmkir SES, bir də Şəmkir çay SES. Asam, afərin sizə. Şəmkir və Şəmkirçay SES. Enerji təminatı da bunlar vasitəsilə ödənilir. Bəli, müəllim. Enerji sahəsində Okey. yaxşı. Maşınqayırma var orada. Xeyr, müəllim, Yox. maşınlarla. Demək ağır sənaye sahələri oldu, tikinti sənaye. Hə, müəllim, bir də orada bentonit gilinin istehsalı var. Hə, bentonit gili də var. Ay, sözcü daş salahında çıxardırlar da o metallurgiyada qəlib kimi istifadə edirlər buna, bilirsiniz də. Hə. Metallurgiya kompleksinə aid də o bentonit. Afərin. Aha. Bunu bildik müəllim. Getdik burada nə qaldı? Deməli burada ağır sənaye sahəsi, yüngül sənaye. Hə, indi müəllim ağır sənaye sahəsindən çıxdıq. Yüngül sənaye sahəsində nə var orada? Mənim yüngül sənaye sahəsindən Bəli. elə yaxşı inkişaf eləməyib. Niyə Orada müəllim? elə Şamaxıda Qazaxda xalçaçılığa nə gəldi? Hə, bilməlim, yadımdan çıxdı. Xalçaçılıq mənim. Qazaxdadır da, düzdürmü müəllim? Afərin. Hə, bəli, mənim Qazaxda Qazax o Qaragöz qəvələri adlandı. Varsa, özü də bilirsiniz amma. Məndən yaxşı bilirsiniz özünüz. Bəli. Bilirəm, prosta yadımdan çıxdı. Ev mənim. yoxdur müəllim. Tamam, yüngül sənayedən budur. Düzdürmü müəllim? Keçdik Bəli, müəllim. qida sənayesindən. Qida sənayesində birinci növbədə nəyi deyəcəksiniz? Qida sənayesindən birinci növbədə Makaron. çörək yəqin ki bişirmə hər yerdə var. Bəli, biz Makaron xalq olaraq dediğimiz çörək yeyən yəni xalqıq da. hər Bizdə yerdə var. çörək bişirmə, sonra Şərabdır, konyakdır, sonra süd məhsullarıdır. Ay, sağ Qida olun. sənayesinin əsas məhsullarıdır. bunlar Düzdür. burada. Demək, qida sənayesində bax, şərabçılıq var, süd məhsulları var. Şərabçılıq. Sonra Bəli, çörək bəli. bişirmə var. Başqa nə var orada yeyinti sənayesindən? Nə idi orada? Heç nə. Mən bilən elə şərabçılıq idi. Əsas şərabçılıq idi. Əsas şərabçılıqda güclü inkişaf edib bu zona. Düzdür. Tamam müəllim. Bitdi burada. Sənaye ilə bitdik. Keçdik nəyə? Bəli. Kənd təsərrüfatına. Kənd Kənd təsərrüfatı təsərrüfatı. sahələrində deyin.
Kənd təsərrüfatında əsas üzümçülükdür, sonra kartofçuluqdur, taxılçılıqdır, heyvandarlıqdır. Bunlar geniş inkişaf edibdir. Əsas ixtisaslaşmışıq. Kartof Gədəbəydə, Bir də sonra mənim. Tovuzda, Bir də Sonra- şəkər çuğundur da əkilir orada son dövrdə. şəkər çuğundurudur. Üzüm də yenə Akstafadır, O ixtisaslaşmış sahədir, Şəmkirdir. Bütün demək olar ki, hamısında bir Biri- Gədəbəydən başqa hamısında inkişaf edir. Bəli, biri qaldı onu demədiniz. Onu da deyin zəhmət olmasın. Hansı müəllim? Tərəvəzçilik. Şəmkir Agrovest. Hə, Şəmkir aqrosu pomidorunla məşhurdur da müəllim. Bütün Rusiya bazarlarını demək olar ki, Şəmkir Pomidorla bəli, təmin edir. istixanaları təmin edir, Düzdür. bəli. Təşəkkür edirəm müəllim. Çox sağ olun. Çox sağ olun. Aytəz müəllim. Aytəz Hüseynova. Gəldi Aytəz xanım. Yox, mənim işləşdi, gəlməyib. Bir xəbər yoxdur müəllim? Xeyr. Deyəcən işıq falan sönülməliyim. Hə, yəqin işıqları sönür. Olar, olar. Tamam. Tamam Rəşad bəy. Onda qoy bir dənə Ulduz xanımı soruşum, sonra sizə keçim. Olar elə? Tamam. Var. Ulduz xanım, Bəli, bəli. necəsiz? Hazırsınız? Yaxşı, şükür Allah. Buyurun müəllim. Yaxşı olun. Başlayaq müəllim. Deməli, Ulduz xanım. Deməli, Qazaq Tovuzdan nə qaldı? Məncə heç nə. Bir də orada maldarlıq vardı. Maldarlıq yox. Bildik. Keçdik müəllim. Gəncə Daşkəsən İqtisadi rayonu. Gəncə Daşkəsən İqtisadi rayonu Respublikamızın ikinci sənaye bölgəsidir. Düzdürmü? Yaxşı. Tərkibinə daxil olan rayonlar və şəhərlər. Mən Gəncə ilə Naftalan şəhəri, sonra Goranboy, Göygöl, Samux, bir də Daşkəsən rayonları. Afərin. Bu rayonlardan hansılar sərhəddə düşür? Sərhəddə düşür. Bəli. Mən bir dənə Samux Gürcüstanla. düşür də. Daşkəsən də. O harayla düşür? O da Ermənistan. Afərin. Bu iqtisadi rayonun içərisində hansı rayondur ki, Kür çayının hər iki sahilinə düşür? Kürün hər iki sahilinə Bəli. Samux qaldı. Afərin. Bəs Kürün sağında qalan hansıdır? Sağında. Bəli. Goranboy mən. Afərin. Goranboy qalır. Yaxşı. Bunları bildik. İqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri. Əlverişli hissəsi mən Qara dənizə çıxış yolu buradan gedirdi. Elə Qazaq Tovuzdan keçən nəqliyyat yollarının hamısının buradan keçməsi. Düzdürmü? Bu əlverişli tərəfi bəli. Bəli. Keçdik təbii ehtiyatlarına. Nə təbii ehtiyatları var? Yəni burada Daşkəsəndə dəmir filiz var idi, filiz yataqları var idi. Sonra neft var idi, Naftalanda neft idi, nəsə nefti, müalicə nefti. Müalicəvi nefti. Sonra- Aha. Daşkəsəndə dəmir filizindən başqa hansı ehtiyat var orada? Alunit var idi. Başqa? Alüminiumun Düzdür. xammalı. Başqa? Sonra nə var idi orada? Daşkəsəndə dəmirdir, alüminium filizidir. Mərmər deyə bilərik. Ağ mərmər. Zərlik var idi. Ya da alümiti dedik. Hə, mərmər deyə bilərik. Ahit mərmər də var idi. Bəli. Sonra barit deyə bilərik. Nə mənim? Barit, barit. Goranboyla Daşkəsən, başqışlarla Çovdar. Yatağı var Kükürt idi. kalsiyadan deyə bilərik. Göygöldə Toğanalı Çıraqdərə. Bəli. Açsın. Başqa Goranboyda Ağcakənd gipsi deyə bilərik. Bəli. Açsın. Demək bunlar əsas təbii sərvətlərdir, düzdürmü? Başqa nəylər var? Ayrı nə var idi? Torpağı var. Hə, Aqroiqlim ehtiyatları, meşələri və s. bunlar. İstirahət turizm Mən bir də bir istəyirəm. Bəli. Bəli, Naftalan nefti yanmayan neft. Bəli. Nə elə deyil? Müalicəvi falsif bağlıdır. Bəli. Bəli. Hə. Ulduz xanım. Təbii ehtiyatlarını dedik. Düzdürmü müəllim? İndi keçdik nəyə? Bir də müəllim Ceyrançöldə o Samux tərəfə düşür. Perspektivli neft ehtiyatları da var da bilirsiniz. Onu o vaxt demişdik. Yaxşı. Keçdik nəyə? İqliminə. Aha. Mən dağ tundra var idi. Qışı mülayim, yayı isti, quraq keçən yarım səhra və quru çöl var idi. Mülayim isti, soyuq, dağ tundra. Aysa. Mülayim yarım səhra quru çöldür. Dağ tundra iqlimidir, soyuq. Düzdürmü? Bir də mülayim isti. Afərin. Bu iqlimi bildik. Milli tərkibi.
Yekcinsi. Yeşcinsdir. Milli tərkib isə nədir? Yeşcinsdir. Yaxşı, keçdik nəyə müəllim? İqtisadiyyatda əsas yeri nə təşkil edir? Söz yerini təşkil edir. Yenə də o birlər kimi sənaye və kənd təsərrüfatı. Sənaye və kənd İndi təsərrüfatı. sənayedən 3 sahədən hansı var? Ağır var burada. Bəli, bəli. Yüngül, Başqa səndə. Yüngül. yüngül. Yüngül də. Bəs yeyinti sənayesi var. Yeyinti hər yerdə yoxdur müəllim yeyinti. Yeyinti hər yerdə. Təbii ki. Bəli. Keçdik. Ağır sənaye sahələri hansılardır? Mən ağır sənaye orada Daşkəsəndə var idi. Nədir? Adın deyin. Keçdiklərimizin təkrardanız. Daşkəsəndə mis. Daşkəsəndə mis var, müəllim. Filiz saflaşdırma var. Filiz saflaşdırma. Dəmir filizi, alüminiumun hasilatından başqa filiz saflaşdırma. Sonra nə var orada? Ağır sənaye sahəsində. Gəncədə alüminium zavodu, yəni əlvan metalların saflaşdırılması. Alüminium qıdalanlar bəli. Sonra kimya sənayesi var. Düzdür müəllim? Gəncədə kimya, lak, sabun, boya hazırlanmırdı. Bunlar. Bir də elektroenergetika var. Yeni kənd seslər var idi mənim. Bəs Gəncədə İEM, bəli. İki Düzdür. dənə idi. İEM, Yeni kənddə ses. su elektrik stansiyaları var. Düzdür. Təşəkkürlər. Çox sağ olun. Sonra Rəşad bəy, Bəli, müəllim. deməli, ağır sənaye sahəsindən dedik ki, Daşkəsən filiz saflaşdırma. Düzdür. Gəncə alüminium zavodu, kimya zavodu, elektroenergetika. Başqa nə var orada? Bəli. Başqa hansı sahələr var? Başqa mən yəni ağır sənayenin daxilində Hələ ki, ağır istəyirəm. Yüngülə yeyintiyə hələ keçməmişəm. enerji istehsalı ola bilər, elektroenergetika. Elektroenergetikanı dedik. Gəncə İEM, bir də SES. Yenikənd SES. Sonra Mən kimyadır, Kimya. alüminium emalı zavodları var. niyə maşın Yəni başqa- qayırmanı demirsiniz bəs? Nəyə? Maşın qayırma sənayesi. Orada maşın qayırma yoxdur müəllim. Yoxdur. Bəs Belarus traktorları harda istehsal olunur müəllim? Gəncədə yığılmır müəllim. Bəli. Sonra MAZ yük avtomobilləri harda yığılır? OKA markalı avtomobillər harda yığılır? Minik avtomobilləri. O 2-ci Dünya müharibəsindən qalmış veteranlar var idi ya. Mən o dərsdə yadımda deyil oxumağım burada, yəni belə dərsdə. Maşın qayırma var müəllim, avtomobil istehsalı var orada. Sonra O köhnə dərs. Gəncədə elektrotexnika müəssisələri var. Gəncə billur zavodu. Avtomatlaşdırılmış vasitələrin idarə edilməsi, istehsalı. Köhnə dərsdə yəni ki olur. Təzə dərsdə oxumamışam, yadımda deyil yəni təzə dərsdə. Orada maşın qayırmanın ümumi vermişəm da, İndi təzədə düzəldəcəm də onları. Təzədə əlavə eləmişəm onları. Yəni yadınızda deyil, maşın qayırma deyən kimi fikirləşin ki, biz Gəncədə nə demişdik? Təzə dərsdən Nazifan bir dənə Naxçıvanda o qalıb yadımda, yəni Belarusda satırlar ancaq bilmirəm bildim. Hə. Yəni o Gəncədə. Bir də Neftçalada Xəzər avtomobilləri yığılır. Hə, bildim mən. Tamam. O bitsin nədir? Deməli müəllim, nəydə qaldıq biz? Maşın qayırma sənayesini də dedik, düzdür? Bir də müəllim, burada gəmi istehsalı da var. Gəncədə. Ola bilməz o mən. Niyə? Çünki mən o gəmini düz ya aparmaq olar əməliyim. Göydən falan aparmaq olar, vertolyotla. Nə, müəllim, gəmini vertolyot da. Nə danışırsınız, ay müəllim? Bir də mən gəmini istehsalı ola bilməzi nəticə olaraq. Gəmini vertolyotla aparmaq üzrə layihə. Sağ olun. Böyük vertolyotlar falan onlardan müəllim. Elə bir, hətta. Ay müəllim, gəmilərin özünün Keçən dəfə sual vermişsin, mən fikirləşdim ki, belə yəni alternativ nəsə eləmək olardı istəsələr. Yox, tırın belinə qoyub məncə var, bəli. Ya da Tatra ən azından. Yaxşı müəllim, deməli maşın qayırma sənayesi bunlar idi. Keçdik müəllim yüngül sənayeyə. Nə var orada yüngül sənayedə? Mənim pambıq yun parça istehsalı zavod var. Hətta. Pambıq parça istehsalını bildim. Pambıq parça istehsalı Bakı, Gəncə, Mingəçevirdə də, biri də Gəncəyə düşür. Bunu bildim. Amma yun parça... Gəncə səndən danışmıyorum. Hətta Gəncə şəhərində də, Gəncə Daşkəsəndə. Deməli, yun parça... Kadar yemalı falan vardı orada, xalçaçılıq falan. Xalçaçılıq, müəllim, xalçaçılıq ayrı, yun parça toxuma ayrı. Biz demədik ki, bizim ölkədə
yun parça toxuma yoxdur, onun yerinə xalçaçılıq var. Yun ipliklərdən bizdə parça toxunmur, xalça Mən toxunur. iplik nəzərdə tuturam da müəllim, yəni. Ha. Deməli mənim xalçaçılıq var. Bir. Sonra nə var orada yüngül sənayədə? Trikotaj məmulatları istehsalı var. Yox, müəllim. Onlar elə Gəncə parça, pamıq parça toxumadadır da müəllim. Bax Gəncədə xalçaçılıq var. Bir də Gəncədə pamıq parça zavodu var. Orada siz dediyiniz trikotaj istehsalı olunur. Bir də müəllim, biri qaldı demədiniz, fırlatdınız. Biri Hə. pambığı dedim, trikotajı dedim. Bir də mənim Goranboyda pamıq təmizləmə zavodu. Dəli Məmmədlidə. Çünki pamıqçılıq var axı. Pambığı yemalı bir şey getirdi müəllim. Pambığın ilkin emalı mənim. O trikotaj deyil axı. O liftdir, mahlısdır. Okay, yüngül sənaye də budur. Yeni sənayesindən hansı sahələr var? Yenici sənəsi müəllim çörəkdir, makarondur, meyvə tərəzi salamdır. Bəli, meyvə tərəvəz falan deyib fırlatmayın. Meyvə tərəvəz Konserv istehsalı, mən Yox, konserv bəli, bizə dəqiqə. Hardadır orada meyvə tərəvəz konservisi? Zavodun adıdır, rayonun adını deyil. Meyvə tərəvəz rayonu, yəqin ki, Gəncədə. Yox, dəqiqləşdim. Təkrarlamış yanında deyil. Ət süd emalı var müəllim. Bəli. Ət süd emalı var, şərabçılıq var müəllim. Şərabçılıq da var. Şərabçılıq var. Sonra çörək pişirmədir. Düzdür, bəli. Üzümçülük varsa şərabçılıq mütləqdir. Ət və süd Un emalı. istehsalı var. Dəni ütmə, ayısı, Gəncədə dəni ütmə. Amma meyvə tərəvəz konservləri Gəncə, olar. Çünki tərəvəzçilik var axı orada. Gəncə ətrafı istifadə. Yox, müəllim, günahınızı yudum, üzr istəyirəm. Bəli. Deyirəm, günahınızı yudum, üzr istəyirəm, var imiş. Gəncədə meyvə tərəvəz. Düzdür, bəli. Tamam, bir dənə də kənd təsərrüfatı. Yeni sənayesindən başqa nəsə qalmadı ki? Qalmadı. Getdik kənd təsərrüfatına. Bəli. Kənd təsərrüfatında nə var? Mənim kartofçuluq var, taxılçılıq var, hər yerdə olduğu kimi. Sonra heyvandarlıqdır. Üzüm şərabçılıq varsa üzüm də var. Bir də pambıqçılıq, Goranboyda dedik də pambıq. Hə, pambıqçılıq da var, bəli. Sonra arıçılıq da var, maldarlıq, qoyunçuluq da var. Hə, dağlıq ərazilərə, bəli. Təbii ki. Bir də mənim Gəncə şəhəri ətrafında şəhər ətrafı kompleksə aid olan quşçuluq kompleksləri var. Bir də ziddiyyətli maldarlıq var. Bəli. Başqa nəsə qaldı? Hə, ərazidən keçən nəqliyyat yollarını da deyilmədi. Ərazidən keçən nəqliyyat yolları, müəllim, Gürcüstana gedən nəqliyyat yolları keçir. Buradan sonra Bakı Tanap, Bakı Subsa, Bakı Ceyhan, Bakı Ərzənqas kəmərləri keçir. Bəli. Bakı Qırmızı Körpü, Gürcüstan yolu keçir. Düzdür. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Sağ olun. Kimsə qalmadı. Müəllimlər, bax, Böyük Qafqazı dedik, Kiçik Qafqazdan da Qazax Tovuzdan Gəncə Daşkəsən dedik. Bizim qaldı buradan Şərqi Zəngəzur, Qarabağ, Naxçıvan, Lənkəran, bir də 3 dənə də Mərkəzi Aran zonası. İstəyirsinizsə gedək. İstəmirsinizsə qalsın gələn dəfəyə. Yarısını da gələn dəfə eləyək. Nə tər məsləhət görürsünüzsə elə deyək. Nə deyirsiniz? Məncə mənim gələn dəstəkli qalsaq mənə görə yəni daha yaxşı. İndi müəllim hamının fikrini alaq da, hamının fikri önəmlidir. Ulduz xanım, fikriniz nədir? Bir soruşacağım. Mənim üçün fərq eləmirəm. Sonra kim oxumuşdum. Çoxlu xatirəsi var. Rəşad deyir qalaq. Aytaç xanım yoxdur. Sərfinaz müəllim, siz nə deyirsiniz? Siz deyirsiniz qalaq. Mənim qalağım, mən oxuya bilməmişdim. Afət xanım. Zəngəzurdan oyam. Bildim. Afət xanım, sizin fikriniz? Qalsın mənim məncə. Qalsın. Zəminə xanım, Nəsibə xanım.